Cənab Prezident, Ali Başkomandan videoda ünvanladığım videolara görə Şirə kanalları doldurulur deyəndən sonra İcra nümayəndəsi Firdevsi Məmmədovun qardaşı Baba Məmmədov, Azər Paşayev, bax bu Kamazı və bu Azər Süd Təsərrüfatın texnikasını bax gətirib hazır vəziyyətdə Şirə kanalının girişində. Şirə kanalının girişində. Bax burada. Hazır vəziyyətdə saxlayıbdır ki, güya mənim şikayətimə baxırlar. Vətəndaşın şikayətinə baxdıqlarına görə texnika vətəndaş şikayət eləyən kimi gəlib hazır vəziyyətdə durulubdur. Baxın Şirə kanalının aqibətinə, Cənab Prezident. Baxın görün, bax buralar doldurulubdur mu? Bax bu Şirə kanalı başlayıbdır bax buradan. Bax buradan. Bu obyektlər bu veteranlara veriləndə Firdevsi Məmmədovun qardaşı Baba Məmmədov bir belə yerdə artıq doldurtduraraq öz adına keçirdi, mənimsəyərək özünə obyekt tikmək üçün torpaq hazırlayıbdır. Azərsuyu texnikaların hazır vəziyyətdə Firdevsi Məmmədovun göstərişi ilə Baba Məmmədov, Firdevsi Məmmədovun qardaşı gətirib hazır vəziyyətdə saxlayıb ki, güya mənim şikayətimə baxırlar. Düz Şirə kanalının başında. Halbuki bu texnikalar iş görmür, Şirə kanallarını qazmırlar. Yəni gəlib bu da saxlayıb özləri gəlib oturublar çayçıda. Azər Paşayev. Bax, nəzərinizə çatdırım ki, bu Şirə kanalı buradan olmuyor. Baxın, Şirə kanalına zibillikdir. Orasını da nəzərinizə çatdırım ki, yəni bu Şirə kanalının başlanğıcı buradan başlayıbdır. Bax buradan. Bax buradan. Bu obyektləri cənab başçı veteranlara verəndən sonra bu obyektlər tikilən kimi babam Firdevsi Məmmədovun qardaşı Baba Məmmədov tez bazar Şirə kanalını doldurtdurup bu da özünə sənədləşdirib özünə obyekt yeri hazırlayıb. Şirə kanalının aqibətinə baxın, baxın. Baxın, buradan belə arkadaşların yuxarı Ləki sakinlərin məhəlləsinin Şirəsi axıdılması üçün olan Şirə kanalı bax zibilxanadır. Baxın. Çünki Firdevsi Məmmədovun, icra nümayəndəsi Firdevsi Məmmədovun qardaşı Baba Məmmədov baxın Şirə kanalını doldurubdur ki, özünə obyekt tikəcək. Yenə